Bismillah. Pulu necə asanlıqla qazanmaq olar? Asan pul anlayışı biraz aldadıcıdır. Davamlı və real qazanc adətən zəhmət, bacarıq və düzgün strategiya tələb edir. Amma pulu daha ağıllı və daha rahat qazanmaq mümkündür. Bunun üçün ən effektiv yolları sadə dillə deyim. Bacarığını pula çevir. Əgər nəyisə yaxşı bacarırsansa, dizayn, yazı, tərcümə, video montaj, sosial media idarəçiliyi, bunları freelance kimi çatmaq olar. Bu işlərdə başlanğıcda az qazanırsan, amma sonra gəlir sürətlə artır. İkinci, onlayn gəlir mənbələri yarat. YouTube, TikTok, Instagram səhifəsi aç. Faydalı və ya maraqlı kontent paylaş. İzləyici artdıqca reklam və əməkdaşlıqda pul qazanmaq olur. Üçüncü, al-sat, ticarət. Ucuz al, baha sat prinsipi. Telefon, geyim, aksesuar, hətta avtomobil hissələri ən tez pul gətirən üsullardan biridir. Amma bazarı yaxşı tanımaq lazımdır. Dördüncü, kiçik biznes başlat. Evdən yemək hazırlayıb satmaq. Şirniyyat, tort, fast food, onlayn mağaza açmaq, kiçik başlayıb böyütmək ən real yoldur. Beşinci, investisiya, amma ağılla. Kriptovalyuta, səhmlər və ya digər aktivlər. Amma burada risk var. Tez pul qazanmaq istəyi çox vaxt zərərə gətirir. Öyrənmədən girmə. Altıncı, əlavə iş. Side hustle. Əsas işin olsa belə taksi sürmək, satılma, repetitorluq, gündəlik əlavə pul axını yaradır. Vacib reallıq. Çox asan və tez pul deyən yolların çoxu ya risklidir, ya da aldadıcıdır. Ən ağıllı yol bacarıq, üstəgəl səbir, üstəgəl davamlılıq. İstəsən sənə konkret olaraq sənin vəziyyətinə uyğun ən tez pul gətirən 2-3 yol deyə bilərəm. Məsələn, nə iş görürsən, nəyə marağın var?